Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Hörmətli tamaşaçılar, bugün efirdə ağır bir xəbər var. Ağcabədi rayon mərkəzi xəstəxanasının tanınmış sevilən cərrahı Vaqif həkim dünyasını dəyişdi. Vaqif həkim təkcə peşəsinin ustası deyildi. O, həkimliyi bir peşə kimi yox, bir missiya, bir borc kimi yanaşırdı. Onun üçün insanın dərdi, ağrısı, həyatı hər şeydən üstün idi. Həmişə deyirdilər, Vaqif həkim əvvəl insanı dinləyir, sonra xəstəliyə müalicə edərdi. Məhz buna görə də hər kəsin qəlbində xüsusi yer qazandı. Onun kabinetinə daxil olan insanlar xəstə kimi yox, qonaq kimi qarşılanırdı. Sözü sakit idi, baxışı təsəlli verən idi. Ən çətin anlarda belə ümid verməyi bacarırdı. Elə buna görə də minlərlə insan onu yalnız həkim deyil, dayaq, qardaş, ata kimi görürdü. Vaqif həkimin yolu yalnız dinc günlərdə məhdudlaşmadı. 44 günlük vətən müharibəsində də, eləcə də 1992-ci il müharibəsinin qanlı günlərində o səngərdən uzaq olsa da ön cəbhədəki kimi çalışdı. Yaralı əskərlərimizin həyatını xilas etmək, onları ailələrinə qaytarmaq üçün gecə-gündüz xəstəxanada oldu. Yoruldu demədi, şikayət etmədi, bir addım belə geri çəkilmədi. Pandemiya dövründə də eyni fədakarlığı gördük. Hamı evinə çəkildi. Qorxunun və narahatlığın ən yüksək olduğu vaxtlarda o yenə də insanların yanında idi. Riskə baxmayaraq dayandı, mübarizə apardı. Minlərlə insanın həyatına ümid oldu. Bu illər ərzində Vaqif həkim öz əlləri ilə saysız hesabsız əməliyyatlar etdi. Bir çoxlarına ikinci həyat, ikinci şans verdi. Uşaqların gülüşünü, anaların duasını, ailələrin sevincini yenidən qaytardı. Biz son yayınladığımız videodan sonra bunu daha da aydın gördük. Gələn minlərlə şərh, minnətdarlıq sözləri, dualar bir daha sübut etdi ki, Vaqif həkim insanların ürəyində yaşayır. Onu xatırlayan hər kəsin hekayəsində xilas olunmuş bir həyat, toxunulmuş bir talih var. Dəyər verən bütün tamaşaçılarımıza, xatırlayan, dua edən hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Bu mənəvi dəstək, bu diqqət onun ailəsi, qohumları və yaxınları üçün böyük təsəlli və dayaqdır. Bu ağır gündə Vaqif həkimin ailəsinə, qohumlarına, həmkarlarına və onu sevən hər kəsə dərin hüzünlə başsağlığı veririk. Uca Allahdan ona rəhmət, məkanı cənnət etməsini diləyirik. Vaqif həkim gördüyü xeyirxah işlərlə, göstərdiyi fədakarlıqlarla, minlərlə insana bəxş etdiyi həyat və ümidlərlə həmişə xatırlanacaq. Onun adı bu xalqın yaddaşında, insanların dualarında yaşayacaq. Allah rəhmət eləsin. Diqqətiniz üçün minnətdarım.